Bəli, hətta alimlər deyirlər ki, Qüds bu ümmətin bir göstəricisidir. Göstəricisidir o yöndən ki, nə zaman ki müsəlmanlar dinlərinə qayıdırlar, İslami etiqadlarına qayıdırlar, imani dəyərlərin özlərində yaşadırlar və o zaman Allah Teala Qüdsü verir müsəlmanlara. Və nə zaman ki müsəlmanlar zəifləyirlər, nə zaman ki dinlərindən, imandan, etiqaddan uzaq düşürlər və sanki Allah Teala bir cəza olaraq Qüdsü alır. Qüds İslam aləmində 3 müqəddəsdən biridir. Kəbədir, ən üstün olanı. Ondan sonra gəlir Məscid-i Nəbavi, Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinə şəhərində olan məscid. Sonra da Məscid-i Aqsa ki, Qüds şəhərində yerləşir. Və Qüds sanki belə bir əhəmiyyət daşıyır İslam aləmində. Həqiqətən də biz baxdığımız zaman ki, Salahaddin Eyyubun vaxtında olsun Qüdsün fəthi, Ömər ibn Xattabın vaxtında olsun Qüdsün fəthi və yaxud da xaçpərəstlərdən qorunması və bugünkü günümüzdə və qiyamətin əlamətlərindən baş verən hadisələr var Qüds barədə. Hamısı görürsünüz ona dəlalət edir ki, bu ümmətin, o təkcə Filistin xalqının dəyəri deyil. Sadəcə Filistin xalqının vətənidir. Bizdən, başqalarından fərqli olaraq onların vətəni sayılır. Amma müqəddəs olaraq bütün müsəlman ümmətinin müqəddəsidir və bütün müsəlman ümməti buna görə məsuliyyət daşıyır və orada bu günləri axıdılan haqsız qana görə, orada törədilən soyqırıma görə, orada uşaq qətliamına görə, qadın, qoca qətliamına görə bəli, biz hamımız üzülürük, biz hamımız ona duacıyıq və Uca Allah Teala tezliklə fəraj istəyirik. Əlimizdən gələn başqa bir kömək olsa, zaten onu da əsirgəmərik. Çünki bu müsəlmana yaraşmaz ki, əlində imkan olduğu halda qardaşından köməyini əsirgəsin. Çünki Allah Rasulü sallallahu əleyhi və səlləm də buyurur ki, sizlərdən biri əgər öz qardaşına yardım eləyə bilirsə, qoy onu eləsin. Və təbii ki, hər kəsin gücü, qüdrəti daxilində.